İnsan tanımadığı hamilənin riskinin altına girməyi həqiqətən böyük riskdir. Baxın, əməliyyatxanada doğuş üzrə elədik. Xanım deməli hamiləlik müddətində demək olar ki, həkim müayinəsinə getməyibdi. Gələndə belə deməli həftəsini bilmirdi, qəfil sancılar tutub səhər tezdən mənə zəhlə gəldi. 5 hemoqlobin. Xanımın özü sap sarı torpaq rəngi, broiler toyuğunun rəngindədir. Bax belə deyim sizə, o dərəcədə animicidir. Qan köçürmə zakaz verdik, qan gələcək, köçürəcək, doğuş oldu. Çox şükür, uşağımız yaxşıdır, kilo 800. Anam biraz dişlər atmalı oldu. Ana çox zəif idi, qızlar eləməyin belə, həyatda hər şey yeri gəlir. Pul da gəlir, var da gəlir, geyim də gəlir. Amma can sağlığı əldən gedəndən sonra, bax bugün mənim yaşadığım stresi mən düşmənimə belə arzulamıram ki, mən 5 hemoqlobinlə qız doğuzdurdum. Yəni bu çox riskdir. Gəlib çıxmasaydım, mənə deyilsəydi ki, 5 görüb, şəxsən mən özüm risk atmazdım. Amma doğru gəldim, çıxdım, gördüm. Təbii ki, atqaz gedə bilmərik. Allah bütün hamilələri qorusun, Allah bütün həkimləri qorusun, Allah bütün balaları qorusun.